Salam, hoş gördük değerli Instagram ve TikTok dostlarım. Hamınızın günü aydın olsun. Allah hamınızın günü xeyirli, uğurlu, ruzulu, bərəkətli eləsin. Mən şir bürcü haqqında danışmaq istədim, amma bildim ki, şirlərin hələ vaxtına qalıb. Bu xoş xəbəri şirlərin inşallah doğum günü olan vaxtında danışacağım. Amma indi qız bürcü altıda doğulan haqqında danışmaq istəyirəm ki, qız bürcü altıda doğulanlar, siz çox mərd, gözəl xasiyyətə malik, yaxşıya yaxşı, pisə pis olursunuz. Qız bürcü altında doğulan insanların əlinin ruzusu, bərəkəti yoxdur. Qız bürcü altıda doğulanlar 72% sabından istifadə eləməyənlərdir. Çünki onlar sözün düzün deyirlər, mərd, mərdanə, ağa, qarıya, qara deyirlər. Amma xahiş edirəm ki, Instagram və TikTok səhifəmi təqib eləyin. Barmağınızı bax, orada görün, təqib et işarəsi varsa təqib etə basın və yaxud da follow eləyin. Altından çoxlu yorumlar yazın və paylaşın. Qoy səhifəm daha da artsın, canlı da olacaq. Axşam 22:00-da sizin hamınızı canlıda gözləyirəm. Ola bilər 23-də də aça bilərəm, canlıma da gəlin tez-tez. Deməli, qız bürcü altıda doğulanlar dost canlı olurlar və həmişə sədaqətli olurlar. Kimə bu əlləri ilə yaxşılıq edirlərsə, həmişə yamanlıq görürlər. Əgər iş yerində, qonşuluqda, hardasa dara düşən varsa, qız bürcü altıda doğulanlara müraciət edirsə, qız bürcü altıda doğulanlar onlara ürəkdən kömək olurlar, dəstək olurlar. Əvəzində nə görürlər? Etibarsızlıq, səmimiyyətsizlik, ondan sonra xəyanət, ondan sonra canım sizə desin, vəfasızlıq, sədaqətsizlik. Ona görə də qız bürcü altıda doğulan insanlar, əgər sənin arxanda bir qız bürcü altıda doğulan bir xanım, bir bəy varsa, sən uğur qazanacaqsan. Sənin arxan zərbə görməyəcək. Çünki niyə görə ki, sənə heç kim quyu qazmayacaq, heç kim sənə pislik eləməyəcək. Ona görə də qız bürcü altıda doğulan insanlar, demək olar ki, sizin həyatınızda xoşbəxt, bəxtəvər günlər olacaq. Çünki siz sədaqətli və dəyərli bürcün sahibisiniz. Bir kişidən soruşursan ki, oğlandan, kişidən, ümumiyyətlə də, kişi xeylaqdan soruşsa, nə bürcüsən? Utanır qız bürcü deməyə. Ay bala, sənin bürcün qız bürcüdür. Amma əsl kişi xüsusiyyətə malik olan, əsl sevgi, əsl romantika, əsl ehtiras, əsl səxavət elə şir bürcü altıda doğulan kişilərdədir. Mən bax, bunların, demək olar ki, qız bürcü altıda doğulan insanların nə xanımların, nə də bəylərin bir-birindən ayırmıram. Xanımları bəylərindən gözəl, bəyləri xanımlarından gözəl. Səxavətli, mərd, etibarlı, ailə canlı. Amma qız bürcü altıda doğulanlar sizə tövsiyə edirəm ki, ətrafınıza diqqətlə baxın. Ayılırsınız, amma gec ayılırsınız. İş işdən keçəndən sonra ayılırsınız. Hamiyə dəyər verirsiniz, hamiyə can yandırırsınız, yıxılana yardım edirsiniz, əl tutursunuz, sədaqətli olursunuz. Sevəndə də dəricəsinə sevirsiniz, vəfalı olursunuz. Amma əvəzində nə görürsünüz? Əvəzində mən dediklərimin əksinə olur. Ona görə də əgər qız bürcü altıda doğulan insanlar öz ətraflarına diqqət yetirsələr, öz dostlarına, tanışlarına, hətta qohumlarına belə diqqətlə nəzər salsalar, onlar o mənfi enerjili insanları həmişə tanıyacaqlar. Çünki onların qız bürcü altıda doğulanların çox vaxt başında ağrı olur, çiyinlərində ağrı olur, bellərində ağrı olur. Bu nədəndir? Çünki qız bürcü altıda doğulan insanlara çoxlu mənfi enerji ötürürlər. Çünki onlar pozitiv insanlardır, müsbət enerjili insanlardır. Amma çox vaxt qızlara deyirlər, qız bürcü altıda doğulanlara deyirlər ki, qəddardır, soyuqdur. Əlbəttə soyuq olacaq. Çünki qız bürcü altıda doğulan insanlar çox zərbələr yeyir, öz sevdiyi, dəyər verdiyi insanlardan. 2026-cı il, 2027-ci ilin düz fevral ayının 19'una qədər qız bürcü altında doğulan insanlarda istər maliyyə olsun, istər mənəvi, istər maddi cəhətdən zənginlik gözləyir. Qız bürcü altında doğulan subay xanımlar və bəylərdə sevgi dolu günlər, romantika və əgər öz sevgilinizdən zərbə almışsınızsa, öz sevgilinizdən küsmüsünüzsə, sizi
barışıq gözləyir. Ona görə də qız bürcü 6-da doğulan subay xanım və beylərə xoş müjdələr olacaq. Ailəli qız bürcü 6-da doğulanlara isə ailələrində artım, uğur, ruzunu, bərəkəti və ev dəyişikliyi gözləyir. Qızlar, gözünüz aydın. Yəni qızlar dedikdə qız bürcü 6-da doğulanlar. Həyatınız uğurlu, şirin, mehriban, xoşbəxt, bəxtəvər və gözəl arzularınıza çatasınız. Bütün qız bürcü 6-da doğulanlara deyirəm, il sizə uğur, xeyir gətirsin və deyəcəksiniz ki, il qutarır, xeyr. İl 2027-ci il fevral ayının 19-u tamam olur. Ona qədər də sizin əyər əskiyləriniz düzələcək və sizi maddi mənəvi cəhətdən zənginlik gözləyir. Allaha əmanət olun, sağ olun, sağlıqla qalın, təqib edin. Bəyənin, paylaşın. Həm Instagramda, həm TikTokda. Çünki TikTokda da, Instagramda da canlı açacağım və tez-tez sizə həftəlik, aylıq, illik bürclər haqqında məlumat verəcəm və hansı bürclərlə hansı bürclər ailə qura bilər, hansı bürclərlə hansı bürclərin uzun müddətli nigaha daxil olacaqlar və xeyirli, uğurlu günlər gözləyir. Hələlik Allaha əmanət olun və o birisi bürclər gözləyin inşallah. Sağ salamat.